Ayğanı gözəl Fatimə gülü Həzrəti Bibi Ya Rəhiməcən Bismillahirrahmanirrahim Muhammedur Resulullah Vellezîne ma'hu eşiddâ'u alel kuffâri ruhamâ'u beynehum Tarâhum ruk'an succadan yabtagûne fadlen minallâhi ve ridvâna Sîmâhum fî vücûhihim min asaris sucûd ذلك مثلهم في التوراة ومثلهم في الإنجيل كزرع أخرج شطأه فآزره فاستغلظ فاستوى على سوقه يوجب الزراع ليغيظ بهم الكفار وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين السلام Biz Peygamber Salavatullah'ı sevirik ve Peygamber Salavatullah ve bütün 124 bin peygamberle bağlan bizim için azizdiler ve hiç kimsine icazı vermedik ki peygamberler tohum eləsinler, mescitlere tohum eləsinler. Biz o adamlardan değilik ve hiç vakti olmayacak ki. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Peygamberimizin tohum kedibler ona karşı bakmışsın. O kademlerimizi öpürəm ona göre ki siz bugün, ben özüm de bilirəm, hamımız da bilirsiniz ki bugün hamımız Peygamberin ne ki özünü, hatta onun bir tane tuşu var ha, biz onun yolunda da ölmeye hazırız. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Hamımız bilirik, hamımız bilirsiniz. Alimler babacılar neye bakışısınlar. Hamımız bilirsiniz ki Peygamber rahmetillil alemi, yani ki bütün dünyalara rahmettir. İster bu dünyada, ister ahirette de. Ona göre bugünler ki o Amerika, Siyonistler, məxsusən Fransa, Germaniya, onların nökərləri, muzdurları, onlar özləri də nökərdirlər. Onlar hamısı Amerikada Siyonistə nökərdirlər, Siyonist şeytana nökərdir. Bugünlər onlar əlbəhər veriblər, istəyirlər bugünləri İslamın rəhbərini, yəni İslamın böyüğünü, dünya müsəlmanlarını və bəşəriyyətin nümayəsi olsan, böyüğü olan Peyğəmbərə toğun edirlər və onlar istəyirlər bu toğunları ilə dini arada aparsınlar, İslam'ı arada aparsınlar. Məxsusən nam Məhəmməd İslam'ı arada aparsınlar. Ancaq onlar anlamırlar ki, bizim Kur'an'da ayemiz vardır. Allah Teala Hazretleri buyurur ki, kafirlərin, müşriklərin, mülhüdlərin, ondan baş olan yolunu devam ettirenlerin, oraya kömək edenlerin hoşuna gelmeseler, İslam öz nurunu tamamlayacak. Bugünler onlar İslam'dan korkurlar. Biz buradaki lanet okuyur ya. Cemaat bilsin ve dünya halkları bilsin. Beşeriyet bilsin ki biz dünya halklarına işimiz yok. Burası bizim hamsi. Anabacılarımızdır, kardeşlerimizdir. Dinde olmayanlar da bizimle insan gibi dünyaya gelen insanlar. Bizlerle işimiz yok.
Bizim ancaq bu alçaq, bu binamız, o necə deyərlər, əxlaqsız rəhbərlər ki var, rejimlər ki var, biz urana lənət oxuyuz. Allah sən özü şahidsən ki, biz buraya gəlmişik, canımızı verməyə, malımızı verməyə, hər şeyimizi, övladımızı, İmam Hüseyin Əleyhisselam kimi inşallah verməyə hazırıq və hazırıq bu yolda ölməyə, ancaq qoymayacaq Kur'an'a ləkə gəlsin. Hüseyin şuarımız! Şehadet iftiharımız! Hüseyin şuarımız! Şehadet iftiharımız! Ey Siyonistler, ey Ermeniler, ey Ermeniperestler, ey Fransa, ey Avrupa, siz hiçbir karede gemindesiniz, sizin elinizde en çok hürmet gelecek, sizin elinizde en çok cinayet, ne de cinayet ediyorsunuz. Afganistan'da, Pakistan'da, Hindistan'da, Suriye'de, Irak'ta vesaire. Elbette ki Avrupa dünyasında bugünkü İslamofobiya anlaşılandır, başa düşülendir. Ne için ki Fransa'nın özünde bu günleri yüksek postları tutan nazirler ve nazir mavinlerinin bir neçesi artık İslam dinini kabul etmiş ve yaxud da Müslüman menşeli nazirlerdir. Ve buna kıskançlık edirdilər. İllərlə yalanla, illərlə hilələrlə, illərlə insan hakları adıyla, demokratiya adıyla, söz azadlığı adıyla, söz ifadəsi azadlığı adıyla Müslümanları aldadıblar, Müslümanları susturublar, Müslümanların maddi ve mənəvi sərvətlərini işğal edirlər. Amma bu günləri o 30 il, 40 il, 50 il bundan qabaqki yalanları yerimədiyinə görə əsli iç üzlərini, həyasız üzlərini açırlar, göstərirlər və aşikara öz həyat yaşayışlarını it əti yiyib, donuz əti ilə böyüməklərini bu günləri göstərirlər Həzrət Peyğəmbərə toğun eləməkliyinə. Həzrət Peyğəmbər o kəsdir ki, Allah Teala onu Qur'an-ı Kərimdə tərif edir. Həzrət Peyğəmbər o kəsdir ki, Allah onun haqqında Qur'anda buyurur, İnnəkə lə'alə xulqin azim. Sən çox böyük bir əzəmətli əxlaq sahibisən. Həzrət Peyğəmbər o kəsdir ki, Allah Teala onun haqqında buyurur, Bismillahirrahmanirrahim. Taha ma ənzəlna aleykəl Qur'anə littəşqa. Ya Peyğəmbər, biz bu Qur'anı sənə ona görə nazil eləmədik ki, sən özünü əziyyətə salasan, yəni kifayətdir, sən çox müqəddəs bir zatsan. Amma müqəddəsatdan, şəxsiyyətdən, zatı paklıqdan xəbəri olmayan bu cür qəzetlər və onları dəstəkləyən böyük hegemonçu qüvvələr əlbəttə ki, bu cür Həzrət Peyğəmbərə qarşı hörmətsizlik eləməlidirlər və bu adi bir haldır. Amma bizi narahat eləyən nədir? Biz gözləmirdik onlardan ki, onlar Həzrət Peyğəmbərə hörmət eləyərlər, ehtiram eləyərlər. Çünki əvvəlcədən biz Qur'an əhli olaraq, din əhli olaraq, şəriət əhli olaraq əvvəlcədən etiqad eləyirdik ki, bunlar yalancıdırlar. Ne üçün etiqad eləyirdik bunlar yalancıdırlar? Çünki Qur'an-ı Kərim buyurur. Qur'an buyurub ki, Bismillahirrahmanirrahim, özdə sənə mənə yox ha, Qur'an Həzrət Peyğəmbərə deyir. Deyir, ya Resulallah, Lən yərda ənkəl yəhuda və lən nəsara hətta təttəbiə millətəhu. Ya Resulallah, səndən nə yəhudilər, nə nəsranilər razı qalmazlar, ta dönüb onlardan olsun da belə. Necə ki, bu günləri bizim ölkədən, bizim devlətdən siyasi iradə tələb eləyirlər, güya Qarabağ məsələsindən ötəri. Ki, bu kişinin torpaqları işğal olunurdu. Bu kişinin 1990-cı ildə şəhidlər verildi. Haqsız yerə torpaqlar işğal olunurdu. 1 milyondan çox qaçqını vardı. Nə siyasi iradə, hansı siyasi iradə? Çünki sən müsəlmansan. Bahana qutarıbdır, fəqət budur, söz budur. Və bütün bu əziyyətlər, bu zillətlər, bu təhqirlər, bu ehtiramsızlıqlar fəqət və fəqət müsəlman olmaqlıqdan ibarətdir. Bizim müsəlman olmağımızdan ibarətdir və müsəlmanların bütün dünyaya yeganə ideologiya, yeganə etiqad, yeganə mədəniyyət, məhz İslam mədəniyyəti, İslam etiqadı, İslam ideologiyasıdır ki, dünyanı idarə eləmək iqtidarındadır, onu gözdən salmalıqdan ötəri onun müqəddəsatına təhqir eləyirlər. İndi diqqət eləyək ki, bu ehtiramsızlıq haçan başladı? 2006-cı ildə birinci dəfə Danimarkada bu hadisə baş verdi.
Ve bunun ardınca Almanya'da, Fransa'da, Norveç'te, Hollandiya'da, İtalya'da ardısın olarak gazetler Hazreti Peygamber'e ehtiramsız ifadeler, ehtiramsız surette neşr ediyerek ele bildiler ki öz halklarını Hazreti Peygamber'e karşı ikrah hissiyle idare edebilirler. Gördüler ki xeyr mümkün değil. Yoksa ki bu işi görenler çok güzel bilirler ki Hazreti Peygamber'e tohin elemeyini öz başlarına böyük problem asar. Hazreti Peygamber'e tohin elemeyini öz ülkelerinde, devletlerinde yüksek seviyede itiraz dalgalarını dalgalandılar. Adı Roma Papası Fransis deyir ki, eğer sen benim valideynlerimi sorsun, hiç ne de məndən gözləməsən, bir dənə yumruq zərbəsi məndən gözləməlisən. O ki, qala ki, sən Həzrət Peyğəmbəri təhqir eləyəsən. O ki, qala ki, sən Həzrət Peyğəmbərə tohinlər deyəsən. O ki, qala ki, sən Həzrət Peyğəmbəri ələ salasan. Ey itdən əmələ gəlib, meymundan əmələ gələnlər, məyər siz Həzrət Peyğəmbərə tohin eləyə bilərsiniz, məyər siz Həzrət Peyğəmbəri təhqir eləyə bilərsiniz, məyər sizin ləyaqət, siz özünüz zinadan əmələ gəlmişsiniz, sizin nə atalarınız bəlli deyil, nə analarınız bəlli deyil. Siz hardan dünyaya tolerantlıq nəsib eləyə bilərsiniz, dünyaya azadlıq nəsib eləyə bilərsiniz, dünyaya demokratiya nəsib eləyə bilərsiniz ki, özünüz əbəl qudrətsiniz, fasiqsiniz, zalimsiniz, yalancısınız, münafiqsiniz. Allah Teala sizin haqqınızda Qur'anda buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي اَحْسَنِ تَقْوِيمٍ Allah buyurur ki, mən insanı gözəl yaratmışdım. ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ السَّافِلِينَ Amma onun alçaq xislətlərə, alçaq niyyətlərə sahib olmağını gördükdə onu heyvandan da aşağı indirdi. Siz heyvandan da aşağısınız. Siz değersiz dünyanın cinayetkarlarısınız. Siz beşeriyyete sürmeleyen büyük hegemonlarsınız. Ve biz bu günleri cəm olub Hazreti Peygamberin müdafiesine ondan ötürü qalxmışıq ki, artık beşeriyyet Hazreti Peygamberin hak, Hazreti Peygamberin güzel, Hazreti Peygamberin azadsever insan olmağını duyup dərk edildi. Sizin vəhşiliyinize, son değil sizin vəhşiliyinize, yok değil sizin nəhlət deyilik, sizin müslimliyirik, çünkü siz buna layıksınız ve Hazreti Peygamberin müdafiə edən bir Müslüman kimi, bir mümin insanlar kimi değil buradan sesimizi uzaldırır, sesimizi kaldırır, deyilik Lebbeyke ya Resulallah. Lebbeyk 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 ya Resulallah. Allah'a emredilmiş öz izzeti celalına. Allah necə ki zalimləri bir-birinin canına müsəllat edirdi. Utanmadan, həyasızcasına, arsızcasına, sırtırcasına Qol-qola giriblər kimlər? Fransa'nın prezidenti, onun yanında Netanyahu, onun yanında başka bir it, onun yanında başka birisi. Qol-qola giriblər güya Fransa'da öldürülen 10.000 nəfər dünyanın en taş, en məsum adamlarıdır. Ama 1 milyondan çok insan Irak'da, 1 milyondan çok insan Suriye'de ve 3 milyondan çok insan 2000'ci ildən bu güne kadar Afganistan'da ve diğer Müslüman ülkelerinde, Filistin'de 65 ildən artıqdır ki, Müslümanların torpaqları işgal olunurdu, əraziləri işgal olunurdu. Onlara yok denirlər. Qarabağda 27 ile yakındır ki, artıq 27. ile yakınlaşılır ki, Qarabağda əbədi, əzəli tarixi torpaqlarımız düşmən tapdağındadır. Millətimiz, xalqımız Müslüman olduqlarına göre öz yurtlarından didərgin çırpını görmürlər ki, kördülər. Görmürlər, ama 11 nəfərin haqqını, hüququnu ne çok siz böyük əməl qudrətdən müdafiə ediyorsunuz. Hələ biz bilmirik ki, onları kimlər öldürüldü. Yani bu terörü de siz öğretmişsiniz. Öz xalqınızı da özünüz öldürmüşsünüz. Öz millətinizi de özünüz öldürmüşsünüz. Necə ki, Sumqayıtda erməniləri qətlə yetirildiler ki, Azərbaycanlıları günahlandırsınlar. Siz de Fransa'da öz vətəndaşlarınızı qətlə yetirirsiniz. Bundan ötürü ki, Fransa'da İslami artımın karşısını alasınız. Ama bunu başarmazsınız. Çünkü Allah Teala Kur'an-ı Kerim'de buyururdu. Biz Allah'a inanırız. Allah'tan
ki heç sözə inanmırıq, heç sözə inanmırıq və heç sözü də qəbul eləmirik. Allah Teala Kur'an-ı Kerim'de buyurur, yuridun liyatfa'u nurallahi bi afvahihim vallahu mutimmu nurihi ve lev kerihel kafirun. Bir para kafirler, mürtetler, dinsizler istəyirlər danışıqlarıyla, yazılarıyla Allah'ın nurunu, hidayet nurunu söndürələr və əllərindən gələn də eləyirlər. Allah Kur'an'da buyurur, mutlu bir geysukur. Ölüm geysinizden, ennallâhe alimun bizatı sudur. Allah sizin kalplerinizde olanları bilir. Allah sizin kalplerinizi patlatacak. Diğer alem, Hazreti Peygamber'in ihtiramı hatırına bizi dünya ve ahirette Hazreti Peygamber'den ayırmayın. Diğer alem, Hazreti Peygamber'in ihtiramı hatırına İslam altında olan cemi İslam torpaqlarıyla bağlan, güzel Qarabağ torpağında kesinlikle işgaldan azad edecek. Diğer alem, vətən yolunda məxsusən dünənki günkü 20 yanvar şehitlerinin 25. iliydi. Pərverdigar-ı aləm, şühədai İslamlar bağlam, onların da ruhların şad edəcək. Pərverdigar-ı aləm, o azad sevərlərin şəhadət yolun davamiyyətli qərar vergilən, onların qatilləri olan, başta Sovet İmperiyasının məmurları olan və dünyanın əbəl qüdrətləri John Kerry kimi münafıq insan ki, qəzetlərdə onun 90-cı illərdəki çıxışları qeyd olunubdur ki, Qarabağı Azərbaycanın ərazisindən çıxartıb ermənilərə təhlil vermək lazımdır. Bu günlərdə təəssüflər olsun ki, Qarabağ məsələsinin güya münsiflərindən biri də bunu təmsil edildiyi dövlətdir. Allah Teala onları tezliklə səni xar eləsin inşallah. Allah Tebareke ve Teala vətən yolunda səngərlərdə xidmət edən əskər balalarımızı nagahan düşmən gündəsinə tuş gəlməkdən hifz eləsin. Allah Teala ülkəmizi, vətənimizi, daxili və xarici düşmənlərin şərrindən amanda saxlasın. Pərverdigar-ı aləm bizim bu günümüzü mübarək eləsin. Allah Teala bu günümüzü İmam-ı Zaman Əcəlallahu Teala aleyhin dəftərində səbt-zəbt eləsin inşallah. Selametçiliğimize müəttəb olmamız xatirinə Peygamber ve Ali Peygamberin kemali, cemalına âli sıravatır. Allah s.ə.v buyurur ki, mən Peygamber s.ə.v bütün insanlara nümunə qərar verdim. Bugün biz bu insanın müdafiəsinə baxmışıq. Allah sizin gələn qədəmlərinizi mübarək eləsin. Allah gələn qədəmlərinizi möhkəm eləsin. Siz ki Allah yolunda qədəm atmışsınız, Allah s.ə.v buyurur ki, İn tənsurullah yansurukum və yüksəbbiz ərzanıkum. Herkes benim dinime kömək eləsə, mən onların qədəmlərini möhkəm eləyəcəyəm, mən onları düşmənlərinə qalib edəcəyim. Tekbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! Bu elə bir tohin deyil, elə bir əhanət deyil ki, bunun üstündən biz belə yumuşaq kisək gedək. Xeyr, biz bütün canımızla, necə ki, ağsaqqallarımız qurdular, alimimiz gözəl söhbətlər elə hamısını dedi. Biz bu yolda canımızı verməyə hazırıq, qanımızı verməyə hazırıq. Çünki Allah Teala Peygamber sallallahu aleyhi ve sellem Əhl-i Beytə qatil dünyanı xəlq edirdir. Biz bu Peygamberin müdafiəsində inşallah varıq o bizeydə. Mən bir də fəqət siz nəzərdə çatdırmaq istəyirəm ki, Peygamber sallallahu aleyhi ve sellem Allah dərgahında nə adına əzəmətli, nə adına böyük haqqı var ki, heç kim o haqqıdan keçirilmir. Bilirsiniz ki, Peygamber sallallahu aleyhi ve sellem Məkkəni fəth edəndə dedi ki, bu günləri sülh günüdür, bugün əmrəmanlıq günüdür, bugün bağışlanma günüdür. Budur bizim Peygamberimizin bizə nümunə olmalı, bizə uyğu olmalı. Biz həmin Peygamberin ümmətiyik, biz həmin Peygamberin ardıcılarıyıq. Hatta Mekke'nin müşriklerinin dedi ki gelin Ebu Süfyan'ın evine pənah götürün, orada ben size aman verdim. Bu Ebu Süfyan ki ömrünün ahırında, İslam'ın ahırından da korkudan iman götürdü. Bu bilinir. Burada bu Mekke'nin fəslində bütün Müslümanlar, müşriklerin, bu İslam düşmənlərinin hamısını əffələdi bir neçə nəfərdən başqa. Allah Hazretlerinden vəhy geldi ki, ya Resulallah, ey mənim Həbibim, sən ki bugünlər bu mərhəmətlə, bu rəhmətlə, bu cinayətkarları, bu müşrikləri, bu bağışladın, ancaq bir neçə insan var ki, onları biz bağışlamayacaq. Sən bağışlasan da, mən bağışlamayacağım. Bak görün Allah Teala'nın yanında
Peygamber Aleyhisselam'ın azameti, nereden onun hakkı böyüdür ki, Peygamber Aleyhisselam öz hakkından kesir, ancak Allah deyir ki, ben senin hakkından kesmərəm. Ne için ki, o nesil-nəfər senin şahsiyetini terör ediblər. Bu nesillerdi ki, sen risalet edirdin, sen gelip bu Kur'an'ı ayet ayet Müslümanlara tefsir edip, o cahiliyetten çıkardığın nuraniyet hallerini getirip gelmiştin. Onlar hemmeşi senin şahsiyetine karşı terör ediblər, senin şahsiyetini alçalmak istəyirlər. Buna göre ben onlara başlayayım, sen eğer başlıyorsan ben başlayayım. Bugün hem Allah da Peygamber Aleyhisselam özü deylemek bugünlerde tohyenlere başlasın, biz başlamayız. Çünkü bu Peygamber sallallahu aleyhi ve selleme olan en büyük hürmetsizliğidir, en büyük tahkirdir ki onun şahsiyetine. Hersen de onun şahsiyeti uzadır, ağlıdır, melami. Ancak Hazreti şey, ağlar ki veya buyurdular ki onlar çok alçak insanlardır. Allah Teala da buyuruyor ki biz İnsanlara göz vermişik, gözden görmürlər, kulak vermişik, kulağından eşitmirlər, o kalp vermişik, o kalbinden düşünmürlər. Ular dörde yağızdırlar, dörde yağdan da aşağıdırlar, çünkü ular gafildirlər. Bugünleri Avrupa, bugün uların arkasında diyen məxsusən Siyonist teşkilatı var, onların hamısının mayesi, bütün hamısının qalib edilenler Siyonistler. Çünkü bugünleri Siyonistlerin mənfəəti xətərə düşür. Ne için? Bugünləri İslam təzdən zuhur edib, İslam bugünləri ayağa qalxıb, Müslümanlar bugün öz haqqını, hüququnu bilirlər, ələ götürürlər, gecədə dünyanı ayırdırlar, hasbərisi də, Yahudini də ayırdırlar ki, sizi öz rəhbərlərimiz, sizi öz üzlənlər, dindarlarımız, dinlərimiz sizi istismar edir, sizi təhqir edir, sizi alçaldır. Bunu artıq bunlar özləri də bilirlər ki, bu din ki, bugünlər insanlara bütün dünya və ahirətlərinin zəminidir, bunlar zəmanətdir, onların bu dünyada yaxşı yaşamağına, ahirətdə zulümden zaten bu ahirette saadeti geçmeye fakat bu İslam dini ki bu Müslümanları, gayrimüslimmanları, beşeriyete, bu Siyonistlerin, bu zalimlerin, bu kanserlerin elinden nizat verir. Odur ki bugünleri Allah'a andarik öz izzet salanına bu insanlar ki ayağa kalkırlar, Peygamber Aleyhisselam'ın hakkında müdafi edirler, Allah o insanlara veyahut insanların Allah o insanları her tür belalardan hifz etsin ve bu cennetdeki gelirler. Allah bu gelen kademleri de mübarek etsin ve çok sabit kadem etsin. İnşallah biz öz etirazımızı bildiririk ve bildireceğiz de. Lebbeyk ya Muhammed! Lebbeyk ya Muhammed! Ey beşerin izzeti! Lebbeyk ya Muhammed! Lebbeyk ya Muhammed! İnşallah ki Ağa Resulullah'a meyyetimizi tezelirik. Elə ləhbeyşlər diyeceğiz ki o zalimlerin binasını titretsin. Elə ləhbeyşlər diyeceğiz ki necə ki daim İmam-ı Zamanların nəzəri bizimlə olur, yenə də bizimlə olsun inşallah. Ləhbeyk
Azerbaycan. Lebeyk ya Muhammed. Her saat her bir can. Lebeyk ya Muhammed. Seninleyik her zaman. Lebeyk ya Muhammed. Lebbeyk ya Muhammed. Lebeyk ya Muhammed. Biz eğmerik zulme baş. Lebeyk ya Muhammed. Biz eğmerik zulme baş. Lebeyk ya Muhammed. Olmamış küfre yoldaş. Lebeyk ya Muhammed. Eyhal milletillah. Eyhal milletillah. Eyhal milletillah. Eyhal milletillah. Lebbeyk ya Muhammed. Peygamberin dininde. Lebeyk ya Muhammed. İslam'ın senlerinde. Lebeyk ya Muhammed. Eğerdi İslamcılar. Lebeyk ya Muhammed. Sıraylı İslamcılar. Lebeyk ya Muhammed. Koy bunu bilsin hamid. Lebeyk ya Muhammed. Muhammed'in İslam'ı. Lebeyk ya Muhammed. Saçı dünyaya vurur. Lebeyk ya Muhammed. İmam Mehdi zuhurlu. Lebeyk ya Muhammed. Yeter vakfı müddeti. Lebeyk ya Muhammed. Allah'ın son ücceti. Lebeyk ya Muhammed. Gelir çıksın aklısa. Lebeyk ya Muhammed. Kim verecektir cevap? Lebeyk ya Muhammed. Lebbeyk ya Muhammed. Lebeyk ya Tabii ki dünyada bu tür tefrikalar birinci defa değil. İslam'ın evvel gününden bugüne kimi devam ediyor. Fakat maksatları insanları hakikat yolundan, düz yoldan azdırmak, insanların hakiki hedeflerden uzaklaştırarak yalnız dünyaya, maddi dünya ihtiyaçlarına bağlamak ve öz çirkin siyasetlerine ve bu dünyada ağalık etmek, dünyanın bir merkezden idare etmek siyasetine yönelmiş fitnelerdir. Ve defalarla şahit olmuşuz. Kur'an'ın güllelenmesi, Kur'an'ın yandırılması, Peygamber ve İslam azizlerinin tahkir olunmasını ve bütün bunlar çok teessüf ki bazı dünyanın güç merkezleri tarafından İslam adında teşkil olunmuş terörist gruplar tarafından hayata geçirilir ki tabii ki bunun İslam'la, Kur'an'la hiçbir alakası yoktur. Bunu yalnız Müslümanlar değil, aklı başında olan ve insanlık değerlerine düzgün kıymet veren bütün dünyanın aparıcı insanları da buna öz münasebetlerini bildirirler. Ama aslında ne baş verir? Neye göre bu meseleler İslam adı altında hayata geçirilir? Neye göre yalancı İslam deklarasyası düzenlerek onun arkasında ise İslam'la hiçbir alakası olmayan meseleler gündeme getirilir? Niye İslam'ın adıyla terör adını eynileştirmek istiyorlar? Ne demekse? Niye dünyada İslam korkusu yaratmak istiyorlar? Bu İslamofobiyanı yaratmakta bu dünya güç merkezlerinin maksatları neye hizmet ediyor? Tabii ki İslam ilk yarandığı günden sevgi, mehabbet, adalet, beraberlik dini olduğunu bütün dünyaya sübut ediyor. Ve bunu görmek istemeyenler tabii ki özlerinden uydurdukları sevde İslam'la gündeliğe gelirler. Ama maksat neden ibaret olduğunu bu günlerin yani bu yaratılan terör gruplarının hareketlerini izleyende görürsek ki bunlar İslam'dan başka hansı yola desek hizmet edirler. Demek bunlar İslamcı olabilmezler. İslam akidesinde olabilmezler. Çünkü bütün maksatları İslam'ın aradan aparılmasına hizmet edilir. Ama bakın dünyanın birçok ülkelerinde bu İslam peygamberinin tahkir olunmasıyla alakadar çekilen karikaturalara itirazlar olunur. Ama bu itirazlar çok teessüf ki dağınık formada hayata geçirilir. Bakın Azerbaycan'da defalarla Kur'an'ın tahkir olunması, İslam inanclarının tahkir olunması,
məscidlərin uçurdulması və nəhayət Peyğəmbər karikaturasına əlaqədar olan etirazlar niyə yalnız Nardaran kəndində keçirilməlidir? Və başqa kəndlərə, bəlkə Azərbaycanın başqa coğrafiyasına, bəlkə başqa müsəlman ölkələrinə bunun aidiyyəti yoxdur. Bilirsiniz, bir kənd yığışıb etiraz edəndə tez ona ekstremist damğası durmaq çox asaddır. Gördünüz, heç başqaları səsini çıxartmır. Bunlar isə hardansa tapşırıq alıblar. Allah'ı sevmək üçün, Allah'ı düz tanımaq üçün heç hardan, heç kimdən tapşırıq almaq lazım deyil. Eğer həqiqətən də əqidəmizdə Ləbbeyk ya Muhammed varsa, bu yalnız Nardaranlara aiddir. Bütün Azərbaycan müsəlmanlarına aiddir. Ben buradan öz etirazını bildiren insanlara teşekkürümü bildirirəm. Tabii ki bu cılız ve fitne hiç vaxt baş tutmayacaq. Bunlara ne kadar don yedirmek istəsələr də, bunlara ne kadar ayak verip yeritmek istəsələr də yeriyə bilməyəcəklər. Çünkü bunların məqsədləri, çünkü bunların hədəfləri kuşdur. Hədəf kuşdursa heç vaxt ona gedib yetişə bilməyəcəklər. Mən çox arzu eləyərdim ki, yani bu məsələlərdə, bu günlərin bu etiraz aksiyasında kabul olunan qətnamə bütün beynəlxalq qurumlara təqdim olunabilsin və bütün İslam ölkələrinə müraciət olunsun ki, mərkəzləşdirilmiş qaydada İslam Peyğəmbərinin, Qur'anın və İslam inanclarının təhqiq olunmasına beynəlxalq səviyyədə etiraz bildirilsin və bu məsələləri həyata keçirənlər, bu məsələlərdə əsas figurlar qanun qarşısında layiqli cəzasını alsınlar. İslam bu ülkenin əqidəsidir, inancıdır və heç bir fitnə fəsad bizi öz düzgün həqiqət yolumuzdan azdıra bilməyəcək. Allahu Ekber! Qaldı ki, ya, bu aksiyaya göre kiməsə damğa vurmaq, kiməsə ittiham eləməkdir, bu artıq öz dövrünü keçirdi, qutarıb gedir. Məndən harasa bağlıdır, o yana bağlıdır, bu yana bağlıdır, bu axmaq fikirlərdir. Yəni, bütün cəmaat da bilir ki, bu fikirlərin daha yeri yoxdur. Həzrət Peyğəmbərə təhqir edirlər, Həzrət Peyğəmbərə toğun edirlər. Hər bir müsəlman vəzifəsindən, səlahiyyətindən, yaşından, elmindən, dinindən, irqindən, milliyyəsindən aslı olmayaraq, müsəlman və qeyri-müsəlman müqəddəsata təhqir olunmaqlığına etiraz edir. 124 min Peyğəmbər hamısı müqəddəsdir, heç bir müsəlmanın digər dinə mənsub olanlara təhqir, tohin deməkləyə haqqı yoxdur, o ki, qala Peyğəmbərlər. Ki, Peyğəmbərləri bilim inkar edən müsəlmandır. Bu günləri də elə bilirəm, elə devlət özü də çox elə sevinər ki, bəli, mənim yaxşı, qeyrətli, vicdanlı bir güşəm vardı ki, haqq sesini ucaldı, Peyğəmbərinə qoymur toğun olunsun. Bizim bu bayrağımızın üstünə rəngindən biri devletimizin atributu İslam rəngidir. Həzrət Peyğəmbər həmçinin bizim bayrağımızı tərənnüm edir, milliliyimizi, varlığımızı tərənnüm edir. Xanım jurnalistlərə gəldikdə isə, indi biz onları da başa düşürük. Xoş gəlib, səfa getiriblər. Belə artıq dərəcədə bir mömin müsəlman kimi onlardan xahiş edirik ki, gələn dəfələrdə, belə yerlərə gələndə, belə yerlərdə iştirak edəndə, heç Allaha görə də olmasa, cəmaata görə bir dənə öpək atsınlar başlarına. Pakistanın baş naziri idi Benazir Bhutto. Pakistanın baş naziri idi. Birleşmiş Millətlər Təşkilatına çıxışla gedirdi, başına öpək atırdı. Ona deyirdilər ki, gəlsən, dindarsan, deyirdi, mən dindar olmasam da belə, öz xalqımın təmsilçisiyəm, xalqımı hörmət edirəm, bu öpəyə atmışam başıma. Yəni, bu günləri düz sözlərin, həqiqi sözlərin, aşkar, çılpaq, deyilməyinin vaxtıdır. Buradan getdin, özün bilərsən, nə tərk edərsən, nə tərk edərsən. Amma bu meydan Həzrət Peyğəmbərin adına qurulubdur. Burada heç bir sosial, heç bir iqtisadi, heç bir siyasi məsələlərdən ötəri gələn yoxdur. Şəxsən mən məsələn üçün gəlmişəm ki, Həzrət Peyğəmbərin haqqından difa edeyim. Əgər Həzrət Peyğəmbərin mən haqqından difa edeyim, sən çəkilsənsə, sən də Peyğəmbərə hörmət eləməlisən, mən də Peyğəmbərə hörmət eləməliyəm. Muhammed və Ali Muhammedin kəmal-i cəmalına xatır, səlamətçiliyimizə salavat zikr. Bismillahirrahmanirrahim. Ben bir söz demək istəyirəm.
Yəni üzr istəyirəm ağsaqqallarımızdan, xüsusən alimimizdən üzr istəyirəm. Bunun qarşısında mən söhbət edirəm. Bugün biz başımızı möhürdən götürməyə ixtiyarımız yoxdur. Çox Allaha biz şükür eləməliyik. Çünki bizi Allah Teala 12 imamını yaradıb, Əhl-i Beyti yaradıb. Buna çox şükür eləməliyik və Peyğəmbərin dinində yaradıb bizi. Buna biz çox şükür eləməliyik. Bu İslamdan danışmaya sənin heç bir haqqın yoxdur. Haldı ki, bugün karikatüre çəkirlər. Aziz kardeşimiz, alimimiz buyurdu. O şekil ki çəkirlər, onlar özləri meymundan, tülküdən əmələ gələn insanlardır. O şekil, Müslüman İslamcının şekline heç qəti benzemiyor. Mən də axundumuz, ağsaqqalımız deyən ki, ilk növbədə 20 yanvar faciəsi günlərində bu münasibətlə bütün müsəlman qədir bilən Azərbaycan xalqına baş sağlığı deyirəm və təşəkkür edirəm bu meydanda iştirak edən bütün insanlardan, mətbuat işçilərindən ki, Peyğəmbər əleyhissalama olunan haqsızlığı, hörmətsizliyə öz etirazlarını bildiriblər. Və mən çox istərdim ki, bu mitingin qətnaməsində elə bu qətnamədə bütün Azərbaycanı təmsil edir. Yəni Azərbaycanda elə bir insan tapılmaz ki, Peyğəmbərə, Əhl-i Beytə olan təhqirə, hörmətsizliyə, barışa ya bəli deyə. Tutduğu vəzifəsindən, tutduğu rütbəsindən asılı olmayaraq Peyğəmbər hamı üçün əzizdir, müqəddəsdir. Ona görə də bugün biz elə bütün müsəlman Azərbaycan xalqının adından deyə bilərik ki, biz məhkum edirik. Dünyanın hər yerindəki Allahın Peyğəmbərinə olan hörmətsizlik var, onu Peyğəmbərə hörmətsizlik, Allaha hörmətsizlik. Allaha hörmətsizlik, bəşəriyyətə hörmətsizlik. Deməli, bəşərdən olan bəşəriyyətə hörmətsizlik eləyilməz. O şəxs ki, bəşəriyyətə hörmətsizlik eləyir, bu qeyri-bəşərdəndir. Və bayaqları qardaşlarım dedilər, o başlanan bu hadisələr, terrorların hamısını özləri yetişdirir və əsasən də müsəlman ölkələri bu terrordan əziyyət çəkirlər və terrorun yaranma səbəblərini də araşdırmırlar. Mən Fransadakı hadisələrə nəzər salanda görün nə qədər sünni düzəlmişdi ki, ölənlərin ailələri etiraz elədilər. 2 gündən sonra Fransa meydanındakı böyük xalq nümayişi olacaqdı. Ölənlərin ailəsi etiraz elədi ki, bizim ölülərimizi alət eləyib dünyanı bizə düşmən eləmir. Yəni bu hər tərəfdən görünən məsələdir. Və İslam dünyasına gələndə İslamın inkişafı bugün dünyanı heyrətə salır. Torpaqlarımız işğal olunur İslam. Terör müharibələr gedir İslam ölkəsində. Bugün İslam ölkələrinin sərvəti olan nefti su qiymətinə endiriblər. Bu da bir terrordur müsəlmanlara qarşı. Yani bütün bunların hamısına etiraz olarak biz de Müslüman Azərbaycan xalqı olarak məhkum edirik. Azərbaycanda bayağı qardaşım dedi, bir çox tədbirlər keçirilir, dəyirmi masalar, mətbuat konferansları, hətta Milli Məclisin deputatları, bir sürə siyasi partiyalar öz etirazını bildirib. Yəqin ki, inşallah ümidvarım, bizim Xarici İşlər Nazirliyi də Azərbaycanın müsəlman ölkəsi səviyyəsində Peyğəmbərin təhqir olmasına münasibət bildirir. Hərçəndir ki, zaman bu məsələlərə münasibət bildirilir. Mən də öz növbəmdə ağsaqqallarım deyə hamımıza təşəkkür edirəm. Allah sizdən razı olsun. Gəldiniz, bir saat bizimlə bir yerdə oldunuz və müsəlman Azərbaycan xalqının başını uca elədiniz. Bütün dünya biləcək ki, heç vaxt Azərbaycanın müsəlman xalqı, Azərbaycan müsəlmanları Peyğəmbər, Qur'an, Əhl-i Beyt təhqirinə barışmazlar və ona qarşı mübarizə apararlar. İndi inşallah Məşəd Nahdi qardaşım da qətnamanı oxuyur. Bununla da tədbirimiz yekunlaşır. Mən bir daha kəndi ağsaqqalları, cəmaatımızın, axundumuzun adından bütün mətbuat işçiləri, gələn qonaqlara, hətta bu cəmaatın içində hüquq mühafizə orqanları, güc üstünlükləri, onlara da təşəkkür edirəm ki, belə bir əxlaqi məclisdə bizi ilə iştirak elədilər. Bütün natiqlərə öz təşəkkürünü bildirirəm ki, Peyğəmbər əxlaqına uyğun etiraz keçirildi və bütün fikirlər deyildi. Allah sizdən razı olsun. Vəssalamu aleykum və rəhmət. Təşəkkür ederim. Allah sizdən razı olsun. Çox sağ olun. Məşədə, çox sağ olun. Deməli, bəyanatdır Narzaran kəndinin Ağsaqqallar Şurasını və Narzaran kəndinin Fransa'daki terror və karikatura olayına etiraz bəyanatı. Bu günlərdə Fransa'da xüsusilə cinayətkar və fitnəsiyle məşhur olan jurnal ki, adını oxumuram, Allah məhəlis qılırlar. Əsasda cərəyan və hadisələr bütün İslam aləmində etirazlara səbəb olur.
dünya medyasında da 14 yanvar tarixində yayıldığı gündən etirazlarla qarşılanan İslam'a qarşı növbəsi çirkin oyun kimi qiymətləndirilən İslam Peyğəmbərinə təhqir ifadə edən növbəsi karikatür olayını ondan öncə jurnalın redaksiyasına təşkil edilən baskının müsəlmanlara aid edilməsi bütün Müslüman cəmiyyətləri kimi Nazarın inanclı ahalisi olarak bizim de hiddətimizə səbəb oldu. Hesab edirik ki, bütün bu oyunlar İslam'a karşı düşman mövqeyindən qüvvələrin böyük planının bir parçasıdır. Həmin terror aktının İslam'a ve Müslümanlara heç bir aidiyyəti yoktur. İslam dinine ve Müslümanların inanclarına heç bir əsas olmadan qərəzli, təhqiramiz, mövqe nümayiş etdirən, təhqirlərdən başqa heç bir məqsədə qulluq etməyən, əvvəlcən planlaşdırılaraq ixtişaş, küçəlik, fitnə yaratmağa xidmət edən, eyni zamanda dünyavi hüquq prinsipləri baxımından qeyri-hüquq aktım kimi qiymətləndirilən rəzil karikaturanın nəşrinə qəsdi surətə etiraz edir, bu rəzilliyi ərsəyə gətirənlərə qarşı bütün haqsevərlərin səbərbə olmasını, dünyada ona qarşı baş qaldıran etiraz qiyamlarına aramlıq gətirməyi, fitnələrə son qoymağı tələb edir. Nazarının bütün inanclı ahalisi bu günlərdə dünya haqsevərlərinə qoşularaq öz səsini ucaldır və İslam aləminə, müsəlmanlığa qarşı aparılan bu anti-təbliğatı və həqarəti pisəyərək həqiqətini bir daha nümayiş etdirir, hiddətini bir nümayiş etdirir. Çox sağ olun. İndi axundumuz Hacı Nurxala inşallah Peyğəmbər əleyhissalamına salam verəcək, onun ziyarətləməsində iştirak edək. Ziyarətləmədən də sonra sakalımız hamı qol-qola girsin, Peyğəmbəri ziyarət salam verək Peyğəmbərimizə. Sonra da Hacı Peyğəmbərimizi ziyarət edəcək buradan. Qol-qola girin, qol-qola ya Allah. Bismillahirrahmanirrahim. السلام عليك يا رسول الله السلام عليك يا حبيب الله السلام عليك يا أمين الله السلام عليك يا أمين الوحي السلام عليك يا محمد ابن عبد الله أشهد أنك رسول الله وخاتم النبيين وأشرف الأنبياء أشهد أنك قد أقمت الصلاة وآتيت الزكاة وآمرت بالمعروف ونهيت عن المنكر أفضل صلاة عليك كما صليت وآل إبراهيم محمد وآل محمد كمال جمالنا وجل صلوات Hamız ellerinizi yukarı. Ellerinizi altı yukarı, hamız ellerine verin inşallah. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. La ilahe illallah. La ilahe illallah. İlahen vahida. İlahen vahida. Ve nehnu lehu muslimun. Ve nehnu lehu muslimun. ربنا ورب
آبائنا الأولين لا إله إلا الله وحده أنجز وعده ونصر عبده وعز جنده وهزم الأحزاب وحده فله الملك وله الحمد يحيي ويميت ويميت ويحيي وهو حي لا يموت بيده الخير وهو على كل شيء قدير Peygamber selamet tohne yanı onların mahvına udalmağına ulan arkasızdır yana Siyonist kuvvelerin mahvına udalmağına tekbir İnşallah İmam Zaman Ağa'nı çağıracak, hemen çağırmış İmam Zaman Ağa'yı köşesinde ve dünyanın dört köşesinde dört köşesindeki İmam Zaman Ağa'yı Bismillahirrahmanirrahim. İnşallah İmam Zaman Ağa'nın intizarda olan müminleri ve Azerbaycan halkı ve dünyanın başı başındaki müminler var, peygamber taraftarlar var, peygamberle bekleyenler var, Muhammed'le bekleyenler var, Sinsiye'yle bekleyenler var. Allah'ın adına İmam Zaman Ağa'nı çağırır. Gurbeten ilallah. Ya sahibel zaman. 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 Adrikini. İmam Zaman'ın salametlığına, gelişinin tacir olmağına, vefba olmağına, müminlerin müminle kanunlar, uşaklı böylü, dünyanın başında vefba olmağına, bakışsan Peygamber sallallahu aleyhi ve sellem'in düşmanlarının, racifede olmasınız düşmanlarının, tehdiden, vefna olmağına, Peygamber sallallahu aleyhi ve sellem'in İmam Zaman'a gönderilen salametlığına, vefba olmağına, tekbir